Salam CTF Azərbaycan kanalının dəyərli izləyiciləri. Keçən videoda dediyim kimi bugünkü video kiber təhlükəsizlik üzrə məsləhətlər olacaq. Ümumi təyinatlı məsləhətlərdir. Yəni bütün istifadəçilər üçün təməl baza məsləhətlər olacaq ki, həm Android istifadəçiləri, həm iOS istifadəçiləri, həm də kompüter istifadəçiləri fərq etməz. Bu məsləhətləri öz cihazlarında tətbiq edə bilsinlər. Gəlin vaxt itirmədən başlayaq. Ümumi istifadəçilər üçün baza məsləhətlər. Birincisi, sosial şəbəkələrdə tanımadığınız şəxslərdən gələn dostluq və mesaj istəklərinə qarşı ehtiyatlı olun. Xüsusilə onların sizə link və ya fayl göndərilməsi halında daha diqqətli davranın. Şəxsi şəkillərinizi, sənədlərinizin şəkillərini paylaşmayın. Bu bölümə aiddir. Misal üçün sizin hara getdiniz, hardan gəldiniz, harda dincəldiniz, hansı maşını aldınız, haranı satdınız, hansı restorana getdiniz. Bu bizdə yəni görürsən əksər istifadəçilər girib Facebookda və yaxud da Instagramda və ya Twitterda qeyrisində girib paylaşırlar. Bunu qətiyyən etməyin, çünki sizin özünüz haqqında məlumat verirsiniz. Açıq qaynaqlı məlumat paylaşırsınız. İkincisi, telefonunuza gələn naməlum linkləri açmayın. Naməlum linklər, yəni tanımırsınız, bilmirsiniz, yəni nə linkidir. Qəribə simvollar var içində. Bu içində virus ola bilər, virusa bir yönəltmə ola bilər və ya phishing ola bilər. Yəni bir çox şey ola bilər. Ona görə də maksimum ehtiyatlı davranın. Üçüncüsü, telefonunuzda şəkillərin, videoların və faylların avtomatik yüklənməsini söndürün ki, bunu özünüz istəyəndə yükləyin. Yəni fikir vermisinizsə, bu kimsə sizə şəkil atanda avtomatik yüklənir. Ekranda, misal üçün Messengerdə, WhatsAppda və ya Telegramda və ya qeyrisində avtomatik yüklənir. Bunu girib içəridən, parametrlərdən WhatsAppda və ya Telegramda və qeyrisində söndürmək lazımdır ki, avtomatik yüklənməsin. Siz özünüz istəyəndə üstünə basın, download edib yükləyin. Bununla da zero click hücumunun qarşısını almış olarsınız. Zero click odur ki, siz şəklə basmadan, ya fayla basmadan və ya virusa basmadan o şey sizin kompüterinizə yüklənir. Yəni düşünün ki, şəklin arxasında əgər virus varsa və sizin göndərilən şəkil avtomatik olaraq yüklənirsə, o zaman zero click funksiyası işləyəcək və şəkil avtomatik sizin cihazınıza yüklənirsə, virus da avtomatik yüklənəcək. Yəni içinə virus yerləşdirilmiş şəkil və ya PDF fayl avtomatik yüklənəcəksə, o zaman içindəki virus da sistemə avtonom şəkildə yüklənəcək. Yəni hər halda anlaşılmış oldu. Sonuncu cümləni bir daha oxuyum. Yəni içinə virus yerləşdirilmiş şəkil və ya PDF fayl avtomatik yüklənəcəksə, o zaman içindəki virus da sistemə avtonom rejimdə yüklənəcək. 4. Ən azı gündə bir dəfə telefonunuzu restart edin. Bu, Pegasus kimi persistence funksiyası olmayan virusların RAM-dan atılmasına səbəb olacaq. Belə viruslar ancaq RAM-da işlədiyindən söndür, yandır və ya restart edəndə onun da aktivliyi gedir. Yəni Pegasus virusu Yahudilərin, yəni İsrailin hazırlamış olduğu bir casus proqramıdır. Zero click, o da zero click funksiyası ilə, zero click hücumu ilə cihazlara yoluxur. Amma bir mənfi cəhəti var, daimi yaddaşda yerləşmir, sadəcə RAM-da işləyir. Yəni restart etmə və ya söndürüb yandırmaq artıq həmin virusun atılmasına səbəb olur. Ona görə gündə bir dəfə, 2 dəfə telefonunuzu restart edin və bu yetərli olacaq. 5-incisi, 2 və daha çox faktorlu yoxlamalardan istifadə edin. Yəni, misal üçün e-mailinizi və ya WhatsApp girişinizi, Telegram girişinizi və ya Instagram və ya qeyri bir sosial şəbəkə və ya Messenger girişini ikinci nömrənizə bağlayan və ya e-maillə bağlayan Google aktivin özünü də, Google accountun özünü də, yəni 2 və daha çox faktorlara bağlayın ki, oranın, belə deyək, kimsə hücum eləyəndə sizə xəbərdarlıq gəlsin və ya bir neçə mərhələlərdən artıq sizin akkauntunuzu qırmaq istəyənlərin qarşısına maneələr çıxsın. 6. Şifrələrinizi çətin və uzun qoyun. Heç bir halda doğum tarixinizi, avtomobilin nömrəsini, sosial sığorta nömrəsini, mobil nömrənizi və s. asan əldə edilən məlumatlara əsasən şifrə qoymayın. Şifrəniz mürəkkəb olmalıdır. Yadda saxlamaqda çətinlik çəkirsinizsə, xüsusi şifrə arxivləri var. Bu arxivdə bir çox şifrə saxlaya bilərsiniz, çünki onun özü də şifrələnib və tək bir master şifrə yadda saxlamağınız yetərlidir. Həmin arxivi də kompüterdə yox, offline olaraq, yəni bir flash kart alırsınız
həmin flash kartın içində saxlayırsınız ki, hər bir hala hazır olasınız. Belə proqramlara Bitwarden, KeePass, XC və OnePassword və s. misal vermək olar. Yəni qısası deyə bütün passwordlarınızı, bütün istifadəçi login və parollarınızı bir proqramın içində bir kripto konteynerdə saxlayırsınız. Həmin kripto konteynerdə kompüterdə olmur, ancaq flash kartda olur. Yəni daimi sizin password, sizin şifrələriniz olan həmin o konteyner sizin kompüterinizdə olmur. Ancaq lazım olanda flash kartı salırsınız, oradan lazım olan passwordu çıxardırsınız və yenə də flash kartı deaktiv edib qoyursunuz kompüterin yanına. Ancaq bir master passwordu yadda saxlayırsınız və salam. Və bu proqramların linklərini də açıqlamalar bölümündə yerləşdirəcəm. 7. Olsun kompüterdə, olsun mobil cihazınızda telemetriya, reklam trackerlərini, izləmə trackerlərini blok edən uBlock, Origin, NoScript, HTTPS Everywhere kimi skriptlərdən istifadə edin. Çünki bu trackerlər sizin aktivliyinizi izləyir və öz serverlərinə sizin haqqında məlumat göndərir, məlumat ötürür. Yəni qısa belə demək olar ki, hər halda fikir vermisiniz, siz nəsə bir şey axtarırsınız. Məsələn, kompüter və ya nə bilim ayaqqabı və ya hansısa bir geyimdir və nəsə bir şeydə X bir şey axtarırsınız. Sonradan sizin telefonunuza o haqda fərqli bir yerlərdən reklamlar gəlir. Hansısa bir proqramı açanda girişində reklam olur. Siz o haqda yəni heç axtarmamısınız son zamanlar. Öncədən axtarmısınız. Yəni məsələn deyək 2 gün qabaq bir ayaqqabı axtarmısınız. Sonradan sizə həmin ayaqqabı haqqında cürbəcür qiymətlər gəlir, cürbəcür yerlərdən linklər gəlir, reklamlar gəlir. Bu nədir? Bu odur ki, həmin o trackerlər öz işlərini görür və sizin haqqınızda məlumat göndərirlər. Yəni təkcə sizin maraqlandırdığınız şeylər haqqında yox, sistem məlumatları, brauzer məlumatları və s. haqqında məlumat ötürürlər. Yəni ona görə də bu trackerləri bloklamaq lazımdır. 8. Android cihazlarda System Safety Care funksiyasını əlavələr bölümündə tapıb və söndürün. Bu Google şirkətinin izləmə funksiyasıdır. Bunu necə etməyin linkini əlavələr bölümündə tapa bilərsiniz. Bunu da əlavələr bölümünə yerləşdirəcəm. Naməlum qaynaqlardan və qeyri-real şeylər vəd edən proqramları quraşdırmayın. Çünki bunların əksəriyyəti virus, botnet və ya miner tərkiblidir. Yəni məsələn, misal olaraq vermək olar, proqramlar yükləyirsən, bir klik elə WhatsApp-ı qır və ya dostunun WhatsApp-ını öyrən və ya nə bilim, sevdiyiniz qızın WhatsApp-ında nə var öyrən. Yəni bunların hamısı boş şeylərdir. Çünki WhatsApp-ı qırmaq və ya hansısa Wi-Fi-yə qırmaq və ya hansısa bir sosial şəbəkəni qırmaq günümüzdə yəni çox çətindir. Yəni bu bir kliklə olan şey deyil. Ən azından bu işin içində olanlar bunu dərk edirlər, bunu bilirlər ki, yəni bu proqramlar özləri virus daşıyırlar. Ya virusdur, ya botnetdir, ya minerdir, ya nə bilim sizin cihazda backdoor açacaq. Çox ehtiyatlı olun, qətiyyən bu hilələrə düşməyin. 10. Tam etibar etdiyiniz şəxslərin çevrəsini daraldın ki, məlumat sızması və sizin kompromitə edilməyinizin ehtimalı düşmüş olsun. Yəni ailə, dost, qohum, iş yoldaşları, tam etibar etdiyiniz şəxslərin çevrəsini daraldın. Çölə çıxanda kimsə sizə flash kart verə bilər və yaxud da nə bilim yolda flash kart tapa bilərsiniz və s. Bunlar qətiyyən siz öz cihazlarınıza, evdə notebookda, kompüterdə qətiyyən və qətiyyən qoşmayın. 11. Şübhəli, qeyri-etik və anormal saytlardan uzaq durun. Yəni hər halda mən burada açıq demək istəmirəm, ola bilsin qadınlar, xanımlar da izləyir. Yəni bu kimi saytlara qətiyyən daxil olmayın. Bu saytların %100-ü hardasa viruslar, backdoorlar, zərər verici proqramlarla, malware'lə doludur. 12. Heç bir halda şəxsi məlumatlarınızı, bank kartlarının məlumatlarını üçüncü tərəfə verməyin. Əgər ödəniş etmək lazım gələrsə, buffer kart saxlayın və oradan edin. Yəni boş bir kart saxlayın, ödəniş etmək lazım olarsa, həmin məbləği bu buffer karta atın və oradan ödəniş edin. Beləliklə özünüzü maksimum izolə etmiş olarsınız. Yəni məsələn bankdan görsün kimsə hiləyə yəni hilə işləyir, kimsə hiləsinə düşür, bankdan, yəni adam deyir ki, bankdan zəng etmişik, sizin kartınıza hücum olunub. Bank belə işləmir yəni. Bank bir istifadəçinin kartlarına baxmır. Amma məsələn deyək Əhmədin kartına hücum oldu. Buna tək zəng edin, buna deyim ki, sizə hücum olunub və ya siz pul
kiməsə pul göndərirsiniz, bank belə işləmir yəni. Zaten bankda sizin bütün məlumatlarınız onların bazasında var. Bir zəng edib kimlənsə Əhməd dayı məsələn sizin kartınızın nömrəsi neçədir? Buna ehtiyac yoxdur. Bunlarda zaten bütün sizin transaksiyalar bankın serverlərində, məlumat bazalarında hər şey var. Yəni bankın işləmə alqoritmi də belə deyil ki, müştəriyə zəng etsin. Əksinə müştəri onlarla zəng edib feedback qurmalıdır. Belə. 13. Kənar məlumat daşıyıcılarından xüsusən ehtiyatlı olun. Kiminsə sizə verdiyi və ya yoldan tapdığınız flash kartı kompüterinizə qoşmayın. Bunu öncə demişdim, yəni burada bir daha da vurğulayıram. Flash kartdır, memory kartdır və yaxud da nə bilim hard diskdir, external hard disk və ya external SSD-dir. Bunlarda maksimum ehtiyatlı olun. Təbii ki, yəni işdə istifadə etdiyiniz, gündəlik həyatda istifadə etdiyiniz şeylər istisna, amma naməlum qaynaqlardan gələn yaddaş daşıyıcılarından maksimum ehtiyatlı olun, qoşmayın yəni. 14. Şifrələrinizi ən azı 2 aydan bir yeniləyin və çalışın internetdə əsas e-mail ilə qeydiyyat etməyin. Beləliklə, əsas e-mail adresini təhlükəsiz çevrədə tutacaqsınız. Şifrələrinizi ən az 2 aydan bir yeniləyin və əsas e-mailinizə öncə dediyim kimi heç bir yerdə qeydiyyatdan keçməyin. Keçsəniz belə rəsmi HTTPS şifrələnmə ilə olan saytlardan keçin və məşhur saytlardan keçin ki, yəni sizi kompromitə edilmiş olmayasınız. 15. Deepfake və sosial media manipulyasiyalarında qarşı ehtiyatlı olun. Real olmayan şəkillər və videolar çox yayılıb. Bir şəkil və ya video gördükdə onun həqiqiliyini yoxlamaq üçün Google Reverse Image Search, Yandex və ya TinA kimi alətlərdən istifadə edin. Deepfake videolarını analiz etmək üçün Deepware Scanner kimi alətlərdən də istifadə edə bilərsiniz və ya edin. Yəni məsələn kimsə sizin məsələn deyə ananızın və ya qohumunuzun və ya xanımınızın səsini və ya şəklini tapar, ondan video düzəldər, səsini sintez eləyər, sizə misal üçün atar ki, hə məsələn mənim kartıma, bu mənim yeni kartımdır, mənim kartıma misal üçün 1000 manat pul vur, təcili lazımdır, siz də bilməzsiniz, vurarsınız. Yəni bu deepfake olar. Sonradan yəni pulunuzu itirmiş olarsınız, kompromit edilmiş olarsınız. Çox ehtiyatlı olun. Günümüzdə yəni bu kimi şeylər artıq yəni reallıqdır. 16. Park, restoran, istirahət yerləri və s. ictimai yerlərdə quraşdırılan Wi-Fi şəbəkələrdən ehtiyatlı olun. Belə şəbəkələrə qoşularkən VPN istifadə etməyiniz məsləhətdir ki, bütün trafik şifrələnsin. Əks halda mitim hücumun qurbanı ola bilərsiniz. Yəni məsələn getdiniz hardasa parkda oturdunuz, açıq şifrəsiz Wi-Fi var və qoşuldunuz və VPN də açmadan qoşuldunuz. Bunu vurğulayım xüsusilə. Parkın o bir başında oturan bir hacker bir notebookla və ya bir telefonla, Termux olan bir telefonla, Android telefonla və ya qeyrisi ilə, iOS-la sizin məlumatlarınızı mitim atak deyilən bir vektorla, bir hücum vektoru ilə rahatlıqla sizin bütün məlumatlarınızı əldə edə bilər. Yəni günümüzdə artıq hakerlər TLS HTTPS, yəni Security HTTP protokolunu belə qıra bilirlər. Ona görə də maksimum ehtiyatlı olun, yəni VPN istifadə etmək lazımdır. 17. İstifadə etmədiyiniz halda Bluetooth və NFC funksiyalarını, NFC-ni deaktiv edin. Yəni bəzi hücumlar, məsələn Blueborn Bluetooth açıq olduqda avtomatik sistemə sızma cəhd edə bilər. Ümumən NFC-dən istifadə etməyə məsləhət görmürəm. Unudub açıq qoysanız, bank hesabınız qırıla bilər. NFC nədir? NFC bilirsiniz də, yəni kontaktsız ödəniş deməkdir. Söndürmədiniz, açıq qaldı, bank hesabınız qırıla bilər. Yəni maksimum ehtiyatlı olun. Hətta kartları belə üzərinizə gəzdirməyə məsləhət görmürəm. Çünki onların üzərində də NFC funksiyası var və onu oxuya bilən cihazla və ya telefonda xüsusi proqramla sizin kartınıza yaxınlaşsa və ya cibinizdə olsa, sizin cibinizə yaxınlaşsa, həmin telefonla sizin hesabınızı oxuyub oradan pul silə bilərlər. Yəni bu faktiki reallıqda ediblərdir. 18. Sosial mühəndislik hücumlarına qarşı diqqətli olun. Bu mesajı 10 nəfərə göndər, əks halda hesabın bloklanacaq və ya 10 nəfərə göndər və 500 manat pul qazan kimi saxta mesajlara inanmayın. Bank və ya rəsmi qurumlardan gələn şübhəli e-maillara və zənglərə cavab vermədən öncə rəsmi kanallardan yoxlayın. Məsələn, sizə bankdan bir mesaj gəldi ki, siz
10.000 manat utdunuz, məsələn Kapital Bankdan məsələn. Və görürsən ki, həqiqətən də Kapital Bankın linkidir, falan nömrəsi zadı, amma bilmirsiniz ki, bu phishingdir. Həmən zəng etməlisiniz Kapital Bankın rəsmi saytına, rəsmi nömrələrini əldə edib onlara zəng etməlisiniz, öyrənməlisiniz. Ondan sonra unutmayın, bankın işçiləri və ya dövlət qurumlarının işçiləri bir-bir vətəndaşa zəng etmirlər. Və bu fiziki olaraq da imkansızdır. Yəni düşünün, Kapital Bankın məsələn deyək ki, 100.000 istifadəçisi var, 100.000 bank hesabı olan vətəndaş var və misal üçün 908-ci, yəni misal 908-ci və yaxud da 1000-ci abonent 1000-ci istifadəçinin məsələn zəng eləyib onları heç vaxt heç nə demirlər. Bu boş söhbətdir yəni. Digər yandan onların məlumat bazasında sizə aid bütün məlumatlar var. Öncə dediyim kimi, yəni zaten məlumat bazasında hər bir sizin məlumatınız var. Ehtiyac yoxdur bir-bir zəng eləyib sizdən şəxsi məlumatlarınızı öyrənsinlər. 19. Olsun videoda, olsun kompüterdə kameraların və mikrofonun aktivliyinə nəzarət edin. Yəni bunu da xüsusilə vurğulamaq istəyirəm. Kompüterdə virus ola bilər, rat ola bilər və siz onu qətiyyən bilə bilməzsiniz. Gizli sizin kameranızı aça bilər, mikrofonunuzu dinləyə bilər. Ona görə də bunu maksimum ehtiyatlı olmaq lazımdır. Aktivliyinə nəzarət eləmək lazımdır. Və dostlar, bugünlük bu qədər. Artıq yəni məsləhətlərimiz bu qədər idi. 19 məsləhətdir ümumi təyinatla. Hər kəs bundan istifadə edə bilər. Şəbəkəyə daxil olarkən, internetə qoşularkən, mobil cihazlarınızda və ya kompüterinizdə və ya laptopunuzda maksimum ehtiyatlı olun. Unutmayın ki, yəni şəbəkədə təkcə xoş niyyətli, xoş fikirli insanlar dolaşmır. Cürbəcür insanlar sizin haqqınızda məlumat toplamaq və sizi kompromit etmək, sizin resurslarınızdan istifadə etmək üçün vurnuxurlar və bunu istəyirlər. Və sonda kanalımızın devizini vurğulamaq istəyirəm. Unutmayın, heç bir sistem mükəmməl deyil, hər bir sistemin boşluğu vardır. Gələn videolarda görüşənədək.